Salam dostlar. Bugün LeetCode'da Basic Joins hissəsinin 3-cü sualı olan Customer who visited but did not make any transaction sualına baxacağıq. Deməli, ziyarət edən lakin heç bir əməliyyat etməyən müştərilərin sayını tapmalıyıq. Elə bir şey deyir, səhv etmirəmsə. Heç bir əməliyyat etmədən ziyarət edən istifadəçilərin şəxsiyyət vəsiqələrini və bu cür ziyarətlərin sayını tapmaq üçün. Baxın, burada kilit bir söz var. Bu cür ziyarətlərin sayını tapmaq. Say tapmaq, yəni saymaq işləmin count ilə edəcəyik. Deməli, burada count işləmi var. Bir də heç bir əməliyyat etmədən ziyarət edən. Deməli, cədvəllərimizə baxaq. Visit ID var, transaction ID var. Join sualıdırsa, deməli, birinci ortaqlara baxmaq lazımdır. Visit ID. Deməli, buradan başa düşdük ki, bunlarını birləşdirəcək. Sualı başa düşməyə çalışaq. Visit deyək, səyahətə getsin, amma əməliyyat görməsin. Deməli, bu var ha, transaction ID. Bu null olmalıdır. Bunlar isə bərabərlikdən çıxaracaqdır. Bunları yəni bərabər eləyəcək. Onların içində transaction ID-ləri null olanlar da olacaq, olmayanlar da olacaq. Yəni məsələn bu 5 nömrəli visit ID olan var. Əməliyyat eləyib, 2 əməliyyatını eləyib, 3 əməliyyatını eləyib, 9 əməliyyatını eləyib. Biz elələrini tapacağıq ki, onlar ümumiyyətlə transaction eləməsinlər, əməliyyat etməsinlər və onları saysın. Çıxışa baxırıq. Customer ID veribdir, count no trans. Bu isə nədir? Count no trans baxırıq, belə bir cədvəlimiz yoxdur. Deməli, bu sayma işləmi var idi. Bu cür ziyarətdən sayını tap. Ona alias veribdir. Count no trans. Yəni count customer ID as count no trans yazacaq. Gəlin başlayaq yazmağa bu sualı. Select customer ID vergül. Aha. Deməli, nə dedik? Count, sayma. Nəyi sayırıq? Customer ID-ləri. As, yəni cədvələ ad ver. Daha doğrusu cədvələ deyil də sütuna. Count no trans. From hansı cədvəldən? Birinci cədvəlimizdən götürək. Bunun da adına bir V atacağım ki, join-də rahat yazaq. From visits V. Left join yazaq. Left join, join-u belə yazaq. İ hərfi götürmür, ilə yazmaq lazımdır. İngilisdə, yəni ingilisdə fikirləşin də ingilis əlifbasından. Deməli, transaction. Buna da bir T atarıq ki, joinlərdə T nöqtə V nöqtə yazır. T nöqtə birinci V fərqi yoxdur aslında. T nöqtə visit ID bərabərdir V nöqtə visit ID. Bildiniz də bu hissəni. Left join-ın bu strukturudur. Ha, bir dənə 10 yazmamışıq burada. 10. Okay. Left join cədvəlin adı 10 birləşmə yerləri. Yəni ortaq sütunları. Okay, yazdıq mı? Bu deməli birləşdirdi, saydı. Amma baxın, biz demişik ki, count və s. samdır, deyək ki, minimum, maxdır. Bunların hamısında qruplaşdırma olmalıdır. Bu aqreqat funksiyalardır. Qruplaşdırma ilə işləyir. Deməli, burada group by mütləq customer ID yazmalıyıq. Bir də bir şey var idi. Dediyi bayaq transaction-ı null olsun. Onu yazmadıq axı. Mənə nə dedi? Heç bir əməliyyat etməyən. Əməliyyat etməyən nə deməkdir? Bunların içində transaction ID-si null olanı tapmaq lazımdır. Where şərtini yazmadan yazdıq. Where yazaq. Where transaction ID is null yazırıq. Okay. Bu da şərtimizi ödədi. Bir dənə də group by yazırıq ki, sayma işləmin eləyə bilsən. Group by nəyə görə? Customer ID-yə görə. İndi gəlin bir dənə sualı izah yoxlayaq. İşləyirsə sualı izah eləyək. Aha. Normal qaydasındadır. Gəlin sualı izah eləyək, sonra da göndərərik. Baxın, əvvəlcə customer ID-ni yazdıq. Count customer ID. Bax, bunu izah eləyəsəz. Deməli, nə deyir bizdən? Ziyarətçilərin sayını tapmaq üçün deyir deyə count eləməliyik. Count ziyarətçilərin sayda customer ID-lərdir. Bunlar ziyarətçilərin ID-ləridir. Onları sayırıq. As verdik. Çünki burada baxın count no trans deyir. From visit burada ID olar. Join hissəsinə gələk. Join, baxın, bu cədvəllə bu cədvəli birləşdiririk. Transaction T yazdıq və yazdıq ki, V.T. Və əgər VT yazmasaydıq, visit ID, transaction ID elə biraz uzun gəlir də. Ona görə belə daha rahatdır. Və şərtin verdiyi transaction ID is null. Dedik ki, heç bir əməliyyat edənləri buradadır.
Əməliyyat ID-lərdir bunlar. Əməliyyatdan ID-lərdir. Baxın, 5-ci, 2-ci əməliyyat edib, 3-cü əməliyyat edib, 9-cu. Biz burada nalları tapmalıyıq ki, əməliyyat etməyən adamları. Qrup by-da mütləq count-la qrup by işlənməlidir. Göndərək. So, işləyir. Sağ olun dinlədiyiniz üçün.